İran ətrafında gərginlik artmaqda davam edir. Birləşmiş Ştatlar prezidenti Donald Trump senatdakı çıxışında İranın raket proqramından narahatlığını dilə gətirib. Bildirib ki, Tehran artıq Avropa və Birləşmiş Ştatların xaricdəki bazalarını vura biləcəyi raketlər hazırlayır. Bundan başqa tezliklə Birləşmiş Ştatlara çatacaq raketlər yaratmaq üzərində işləyirlər. Bu bəyanat təkcə hərbi deyil, siyasi mesaj kimi də oxunur. Çünki nüvə proqramı ətrafında danışıqların davam etdiyi bir vaxtda belə açıqlamalar təsadüfi səslənmir. Trumpın fikirləri göstərir ki, Birləşmiş Ştatların əlində İranın raket arsenalını təkmilləşdirməsinə dair yeni faktlar var. Politoloqlar hesab edir ki, Cenevrə görüşü öncəsi Vaşinqtondan verilən bu sərt ritorika İranı güzəştə məcbur etməyə hesablanıb. İran və Birləşmiş Ştatlar birbaşa hərbi toqquşmanın ağır nəticələrini anlayırlar. Ona görə də qarşıdakı mərhələ ya razılaşma, ya da daha dərin geosiyasi qarşıdurma ilə yadda qala bilər. Raket proqramı ilə nüvə məsələsi formal olaraq ayrı danışıqlar mövzusu sayılsa da, praktikada hər ikisi ölkələrin çəkindirmə və müdafiə strategiyasının əsas elementidir. Məhz buna görə tərəflərdən biri güzəştə getmədikcə, digəri bunu təhlükəsizlik balansının pozulması kimi qəbul edir. Cenevrə görüşündə konkret mexanizmlər və qarşılıqlı öhdəliklər ortaya qoyulmasa, siyasi ritorikanın daha da sərtləşməsi qaçılmaz görünür. İranın qırmızı xətti saydığı raket proqramı regionda strateji balansı dəyişdirən ən önəmli amillərdən biridir. Çünki Trumpın dediyi raketlər əsasən orta və uzaq məsafəli ballistik sistemlərdir. Bu raketlər həm nüvə, həm də konvensional başlıqlar daşımaq potensialına malikdirlər. İranın arsenalında Şahab, Seccil, Qasem-Bassir seriyalı raketlər xüsusi yer tutur. Şahab 3 1000-1300 kilometr məsafəyə qədər uça bilir. Həm konvensional, həm də nüvə başlıqlarını daşıya bilir və hədəf dəqiqliyi 450-700 metr təşkil edir. Daha inkişaf etmiş Seccil raketi isə 2000 kilometrə qədər məsafəni qət edə bilir. Başlığı 600-1000 kiloqramdır və hədəf dəqiqliyi 150-500 metrdir. Hazırda inkişaf mərhələsində olan Qasem-Bassir raketi isə təxminən 1200 kilometr məsafəyə çata bilir. Konvensional başlıq daşıyır və hədəf dəqiqliyi 100-300 metr arasındadır. Bu raketlər İranın müdafiə və strateji çəkindirmə siyasətinin əsas sütunlarını təşkil edir. Çünki həm regional, həm də uzaq hədəfləri effektiv hədəfləyə bilirlər. Həmçinin sürət və dəqiqlik xüsusiyyətləri onları Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizlik balansını qiymətləndirməsində mühüm faktor kimi göstərir. Nəticədə sözügedən raketlər Tehran üçün yalnız hərbi vasitə deyil, həm də diplomatik və strateji güc simvoludur. İran raket istehsalını əsasən daxili texnoloji imkanlar hesabına artırır. Lakin xaricdən texniki dəstək də proqramın reallaşmasında mühüm amildir. Əsas əməkdaşlıq tərəfdaşları arasında Şimali Koreya və müəyyən Çin texnologiyaları göstərilir. Raket inkişafının sürəti və miqyası İranın həm müdafiə, həm də nüvə strategiyasının mərkəzində durur. Bu, yalnız Birləşmiş Ştatlar üçün deyil, həm də İsrail və Körfəz ölkələri üçün ciddi narahatlıq doğurur. Tehranın raket proqramı regional balansın pozulması və qlobal təhlükəsizlik məsələləri ilə birbaşa bağlıdır. Şimali Koreya və bəzi Çin texnologiyalarının dəstəyi heç də az deyil. Bundan əlavə, İran regional tərəfdaşlarla texnologiya və bilik mübadiləsi apararaq arsenalını modernləşdirir. Nəticədə Birləşmiş Ştatlar və müttəfiqləri İranın raket proqramını diqqətlə izləyir və diplomatik ilə hərbi strategiyalarını buna uyğun qurur. İranın raket proqramının sürət və dəqiqliyi həm regional tərəfdaşlar, həm də qlobal təhlükəsizlik baxımından ciddi narahatlıq yaradır. Amma xarici texnoloji dəstək və daxili imkanların birləşməsi ilə bu sahəni daha da inkişaf etdirən Tehranın əsas məqsədi strateji üstünlüyünü gücləndirməkdir.